Güclü yağışların ardından çaylarda bol sulluq artıb. Mənbəyini Murov dağından götürən İncəçayda ötən gündən belə hal müşahidə edilir. Çaydan ayrılan qolun daşması nəticəsində Goranboyun Tapqaraqoyunlu kəndində küçələrə, həyətyanı sahələrə, bir neçə sakinə məxsus evə su dolub. Sakinlər bildirib ki, axıb gələn sular daha çox yolları yararsız hala salıb. Həyətyanı sahələr də su altında qalıb. Şuşanın hamısına dolub. Evə dolmur, bütün yolu təmizləyib aparır, məhəllələri yuyub aparır. Artısana geft olur, girin aşağıda baxa bilərsiniz. Yuxarıdan gəlib də, dəhnədən yağış yağıb deyin, su artıb gəlib də qardaş. Küçələri daşıyıb hamısını, evinə dolan da var, aşağıda da qonşunun evinə də dolur. Olunca hərənə küçələrə vurur da, yəni daşır, məhəllələrə dolur, bax belə bir şeylər var. Gəlib kəsirlər də yenə də xeyir yox. Yuxarı yağır ki, deyin, çoxalır da su, bax belə. Goranboy rayonunun Tapqaraqoyunlu kəndində İncəçaydan ayrılan qolda qeydə alınan daşqından sonra əraziyə Goranboy Suvarma Sistemləri İdarəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Daşqın qeydə alınan hissədə bərkitmə işləri aparılıb. Neçə günü davam edən yağışın nəticəsində bu gecə artıb suyumuz. Və bu səhər tezdən də gördük tədbirlər görürsünüz göz qabağındadır. İdarənin texnikası töküldü, gəldi idarə heyəti. Yəni daşan yerlər bərpa olundu və eyni zamanda da dəhnədən, çayın dəhnəsindən suyu azaltdıq tam şəkildə ki, ziyan vurmasın. Qeyd edək ki, hazırda bölgələrdə qeyri-sabit hava şəraiti davam edir.